150 mindən sonra sepin dəyişmə vaxtı gəlir və gedib 650-700 manat verib sepin dəyişdirsən motorun üstündə. 5 gündən 10 gündən sonra hava sistemi tutulur. Ən azı 200 manat, 220 manat hava sisteminə çıxır. Çünki 140-150 manat yolmağıdır, salnikidir, orası, burası 200 manat, 220 manat rahat xərci çıxır. Elədiyi 700 manat. Korobkanın yağı filtri. Yəni normal yerdə qranatın salniki, korobkanın yağı, filtri orijinal germetika ilə dəyişilib, sökülüb dəyişilməyi 450 manatdır. Nə qədər eləyir? 1350 manat. Hələ motorun yağında gələndə üstünə 140 manat, o da eləyir hardasa 1400-1500 manat. Halbuki bax, ümumi qulluqda nələr daxildir, indi sizə deyim. 1200 manat versən, motoru tam şəkildə yerə düşürüb, korobkanın İçini təmizləyirik, otların sıxırıq, mexaniki detalların yoxlayırıq, filtrin dəyişirik, yağın dəyişirik, qranat salniklərin dəyişirik, hamısı da orijinal zəmanətdir, orijinal germetika ilə. Motorun set başmağı dəyişir, motorun iç hissəsi təmizlənir və bütün detallar, botlar çəki ilə, newtometrlə ideal şəkildə sıxılır. Dəyişilən set başmağa da 100 min zəmanət verilir. Görürsünüz, tərtəmiz. İndi motorun çölü hissəsi də təmizlənəcək. Və kollektor, zaslonka, samovar, kəpənəklər hamısı təmizlənir. Germetikanın çıxışına baxın, görürsünüz zavod kimi. Motorun çöl hissəsinə baxın. Yəni bunu üstündə eləmək olarmı indi sizə bax? Fərqə baxarsınız o təmizlənəndən sonra. Görün nə gündədir. Yəni mümkün deyil də motor üstündə bir gün sepet dəyişir, bir gün hava sistemini təmizlətdirəndə bu cür nə iş olsun. Görürsünüz, buzla təmizlənir və onu da deyim ki, 1200 manata bu bütün işlər görülür. Sadəcə motor yağı əlavədir. Bir də ki, əlavə xadavoyda zaten nəsə problem çıxsa zəhmət haqqı almırıq. Və yaxud kitabın saniki yağ axıdır və yaxud dinamo şkifi xarabdır, belə şeylərə zəhmət haqqı almırıq. Halbuki yerdə bu işi gördürmək ən azı 90-100 manat pul çıxır. Görürsünüz, hava sistemi, motorun çöl hissəsi təmiz təmizlənir. Maksimum burada yəni standart, belə deyim, ümumi qulluqla motorun yağı ilə bir yerdə normal motor yağı istifadə olunsa 1200 ümumi qulluqdur, 140 manatda motor yağı. 1340 manata demək olar bu işlərin hamısı görülür. Amma yoxsa kitabın salniki buraxar və yaxud dinamo şkifi xarab olar, xadavoyda problemlər olar, onlara zəhmət haqqı almır. Sadəcə detalın pulunu alır. Üst krişkan proklatkaları, qranatın salnikləri, sep başmaq, hava kollektorun proklatkası, natıcı tellər, farsunka şaybası, korobka yağları, korobkanın filtri, hamısı da orijinal. Baxın, bu orijinal olmasa, şübhəli nəsə detal olsa burada, mən burada bunu paylaşmaram. Bütün istifadə olunan detallara da zəmanət verir. İndi siz fikirləşin.